Bakıda şadlıq evlərindən birində toy zamanı yanğın çıxmasına dair görüntülər yayılıb. Bizim media xəbər verir ki, hadisə 22 noyabrda Nizami rayonu Mikayıl Əliyev küçəsində yerləşən Grand Neon Şadlıq Sarayında qeydə alınıb. İlkin məlumata görə toy zamanı dekorativ işıqlandırma və tüstü effekti üçün istifadə edilən sistemdə qığılcım yaranıb. Ardınca açıq alovla müşayiət olunan yanğın genişlənərək dekorasiya üçün istifadə edilən tüstü qutularının da açılmasına səbəb olub. Qısa müddətdə zalı sıx tüstü bürüyüb. Mərasimin aparıcısı mikrofon vasitəsilə qonaqlara dərhal məkanı tərk etmələri barədə müraciət edib. Hər kəs təxliyə olunsun, zalda bir nəfər qalmasın. Çağırışdan sonra zal təcili şəkildə boşaldılıb. Şadlıq Sarayının işçiləri operativ müdaxilə edərək yanğını qısa müddətdə söndürə biliblər. Hadisə nəticəsində xəsarət alan olmadığı bildirilir. Xahiş edirik, herkes çölə çıxsın. Değerli qonaqlar, hər kəs təxliyə olunsun. Zalda bir nəfər qalmasın. İstər personal, istər qonaqlar. Hər kəs təxliyə olunsun.